Selamu aleyküm. Bismillah, elhamdülillah, ve salatu ve selamu ala men la nebiye ba'de. Allah Teala buyurur ki hatırlat, həqiqətən hatırlatmaq mümine fayda verir. Allah'ın izniyle sabah Aşura günüdür. Aşura günü oruç tutmaq Peygamber sallallahu aleyhi ve sellemin sünnesidir. Ne için Aşura adlanıb? Muharrem ayının 10. günü olduğuna göre ve Ərəb dilində də ona aşıra deyirlər və aşura sözü buradan əmələ gəlmişdir. Yəni Məhərrəm ayının 10-cu günü oruç tutmaq Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin sünnəsidir. Fəziləti də, savabı da bir il keçmiş günahlara kəffarədir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Mən dəllə alə xeyrin kəfəilihi." Kim bir xeyrə səbəb olarsa, onu etmiş kimi savab yazılır. Ona göre çalışın bu haberi Müslümanlar arasında yayın. Onların da oruç tutmasına siz de sebep olun ve onların kazandığı savabdan, onların savabından azalmadan siz de savab kazanın. Allah'tan istedik ki Allah Teala müvaffak etsin. Amin. Paylaşın, siz de hayra sebep olun. Barakallahu fikum. Selamu aleyküm ve rahmetullah.